Laparoskopiya yoxsa açıq əməliyyat? Hər zaman bu sualı pasientlərlə biz müzakirə edirik. Sözsüz ki, biz hər zaman laparoskopik əməliyyatın tərəfdarıyıq. Bir çox üstünlükləri var. Bir nömrə, pasientimiz açıq yara sahəsi çox kiçik olur. Sabahsı gün durub rahat evə gedə bilir. Heç bir yara izləri qalmır, kosmetik izi. Ondan başqa qarın boşluğu tam açılmır, əzələlər kəsilmir və pasient özünü çox rahat hiss eləyir. Və ən əsas bizim üçün önəmli odur ki, xüsusilə sonsuzluq olanda əməliyyatdan sonra yapışmalar əmələ gəlmir. Çünki qarın boşluğu açılmazsa, əməliyyatdan sonra yapışmalar da əmələ gəlməz və gözəl nəticə də alınır. Necə əməliyyat edib qoyuruq, o cür də sağalır. Amma bunun da öz əks göstərişləri var. Niyə bəzən laparotomiya keçirir? Məsələn, çox böyük miomalar olanda, çox böyük bitişmələr olanda, qarın boşluğu bir neçə dəfə girilibsə, o zaman laparoskopiya ilə girmək daha çətin olur. Ora bitişmiş bağırsaqlar olur. Və də böyük mioma olarsa, vaxt itkisi böyük olur. O miomanı götürənəcən, yerin tikənəcən və əl-xüsusda ki, hamiləlik planlayırsa, o böyük defekti biz gərək çox gözəl tikək ki, o uşaqlıq hamiləliyi dözə bilsin, çatdırsın axırına kimi. Laparoskopik o cür tikişlər hər zaman alınmır. O yüzden biz açıq əməliyyatlar təklif edirik. Ona görə bu sualı həkimimizlə müzakirə edin. Məhz sizin xəstəlikdə hansı sizə daha uyğundur, o durumu da seçin və sağlamlığınıza qovuşun.